Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı və 27 yaşlı şəxslər həbs ediliblər. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəxslərdən biri ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Daha sonra zərər çəkmiş şəxslər hədə-qorxu və məcbur etmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar. İnsan alveri cinayətində təqsirləndirilən digər bir şəxs isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində Escort.az Telegram səhifəsi və escortaz.com saytı vasitəsilə fahişəliyə cəlb edib. Zərər çəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvay edici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub. Araşdırmalarla şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib. Toplanmış sübutlar əsasında başlanılmış cinayət işləri üzrə hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərər çəkmiş şəxslər Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur. Mən Türkiyə Respublikasında bir neçə qızı cinsi istismara məruz qoymuşam və Azərbaycan ərazisində bir çox qadını fahişəliyə cəlb eləmişəm. Məqsədim qazanc əldə eləmək olub. Telegram sosial şəbəkəsinin Escort.az saytında Metiska ləqəbi ilə qeydiyyatdan keçmişəm. Azərbaycan Respublikasının qadınlarını, onların şəkillərini saytda paylaşaraq onları cinsi istismara məruz qoymuşam. Onlar kanaldan ayrılmaq istədikləri zaman onları yarıçılpaq şəkilləri və şəxsiyyət vəsiqələri ilə təhdid etmişik. Mən toplanılan pul vəsaitlərinin bir hissəsini kriptovalyuta üzərindən göndərmişəm.